Masallı rayon icra hakimiyyətinin başçısı cənab Araz Əhmədov ucqar dağ relyefli Köhnə Zuvand kəndinə səfər edərək sakinlərlə görüş keçirib. Görüşün əsas məqsədi kənd sakinlərinin qayğı və problemləri ilə yaxından maraqlanmaq, onların müraciətlərini dinləmək, eləcə də sosial məsələlərin həlli istiqamətində rayon icra hakimiyyəti tərəfindən görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat vermək olub. Sakinlər çıxışları zamanı rayon rəhbərinin Ucqar dağ kəndinə səfər etməsini və onlarla birbaşa görüş keçirməsini yüksək qiymətləndiriblər. Onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, bu cür görüşlərin vətəndaşlarla dövlət arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildiriblər. Səhhətində yaranmış problemlərlə əlaqədar hazırda paytaxt Bakı şəhərində müalicə alan kəndin tanınmış ziyalısı Heybət Əli Rzayev telefon vasitəsilə rayon rəhbəri ilə əlaqə saxlayaraq Köhnə Zuvand sakinləri ilə görüş keçirdiyinə görə ona xüsusi təşəkkürünü çatdırıb. Qeyd edək ki, son dövrlərdə Köhnə Zuvand kəndinin sosial infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Belə ki, ötən həftə kənd Aztelekom məhdud məsuliyyətli cəmiyyət tərəfindən tam şəkildə internet xidməti ilə təmin edilib, eyni zamanda kəndə fasiləsiz elektrik enerjisinin verilməsi təmin olunub. Görüşün sonunda kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon icra hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.